Allah'ın Resulü buyurur, "Selasun minen nisa yerfa'ullah enhun azabel qabr." Kızı Fatimə ilə danışanda buyurur ki, qadınların 3 dəstəsi qəbir əzabı görməyəcək. 3 dəstəsi qəbir əzabı görməyəcək. Birincisi, hətta sonra nə buyurur Peyğəmbər? Və yəkun məhşəruhunna ma'a Fatimə binti Muhammed sallallahu aleyhi ve sellem. Xanımların 3 dəstəsi cəhənnəm ateşində yanmayacaq, cəhənnəm qəbir əzabı görməyəcək və onları qızım Fatimə ilə məhşərdə bir yerdə edəcəyəm. Bundan böyük hədiyyə nə ola bilər? Birincisi, imra'atun, o qadın ki, səbərət əla qeyrəti zəvciha, ərinin çətinliklərinə dözüb səbr edən qadın. Ərinin çətinliklərinə dözən səbirli qadın. Allah qiyamətdə onu xanım Fatimə ilə bir yerdə eləyəcək və qəbir əzabı görməyəcək. İkincisi, vəmrəətun səbərət əla sui xulqi zəvciha, ərinin pis əxlaqına görə, ərinin pis əxlaqına dözən qadın. Ər vuruşur,